Bismillahirrahmanirrahim. Bəhsimiz Qur'an-ı Kərimdə İmam Məhdi əleyhissalamla bağlı ümumi ayələr haqqında idi. Bu günləri Qur'an-ı Kərimin Rə'd surəsinin 7-ci ayəsini diqqətinizə çatdıracağam. Ayəyə əsasən Allah Taala hər bir tayfanın, hər bir dəstənin bir hidayət edəni, hadi olacağından xəbər verir. Və baxırıq Qur'an-ı Kərimə, bu ayənin özündə hər bir tayfada, hər bir dəstədə bir hidayət olunmağın haqqında danışılır və sual veririk. Bizim bu günləri imamımız, hidayət edənimiz kimdir? Və yəqulullezine kəfəru ləulə unzilə aleyhi ayətun min rabbih innəmə əntə munzir və likulli qavmin had. Və küfr edənlər nə üçün ona Rəbbi tərəfindən bir nişanə və möcüzə nazil olmamışdır deyirlər. Əslində sən yalnız bir qorxudansan və hər bir dəstə üçün bir doğru yol göstərən, hidayət edən vardır. Hər bir dəstə üçün. Sual, bu günləri bizim hidayət edənimiz kimdir? Hər bir dəstə üçün. Ayə deyir. Ayənin haqqında nazil olan, üzr istəyirəm, deyilən hədislərə əsasən həm Əhl-i Beyt imamlarımızdan, həmçinin də Əhl-i Sünnə qardaşlarımızın kitabına baxdıqda görürük ki, Peyğəmbərimizin özü də bu ayənin izahında öz zamanəsində hidayət edənin Həzrəti Əli əleyhissalam olduğunu vurğulamışdır. Biz öncə İmam Əli əleyhissalam haqqında Quranda nazil olan ayələrdən danışdıqda bu barədə geniş danışmışıq. Və burada o hədislərdən birini qeyd edirik. Peyğəmbərimiz bu ayənin haqqında, bu ayə özü nazil olduqda Peyğəmbərimiz özü əlini öz sinəsinə qoydu. Dedi, qorxudan mənəm. Və likulli qavmin had, hər bir dəstənin hidayət edəni var. Bu zaman Əli ilə Həzrəti Əleyhissalamın çiyninə işarə edərək buyurdu. Əntel hadi ya Əli, sən hidayət edənsən ey Əli. Bikə yəhtədil muhtədunə bə'di, məndən sonra hidayət tapanlar sənin vasitənlə hidayət tapacaqlar. Təbəri Əhl-i Sünnə alimi öz təfsirində bu barədə Camül Bəyan təfsirində bu ayənin izahında demişdir. O cümlədən Hakim Nişapuri Əl-Mustadrak Əl-Səhihin kitabında 3-cü il səhifə 129-da nəql edir ki, Peyğəmbərimizin özü munzirdir və Həzrət Əli buyurur ki, hidayət edən mənəm. İndi bizim zamanımızda bu günləri hidayət edən kimdir? Sualdır. Onlar ki, İmam Mehdi əleyhissalamın vücuduna, hal-hazırda olduğuna qaildirlər, İnanırlar, onların dəlillərindən biri budur ki, bu günlərdə bir hidayət edən olmalıdır. Quran deyir, Peyğəmbər də xəbər verir. Quran deyir, hər bir dəstənin hidayət edəni var. Peyğəmbər də bu ayənin izahında deyir ki, hər bir dəstənin bir hidayət edəni var, hadisi var. Sual verir, o hadi kimdir? Tapın görək, Quran məntiqinə hər kəs tabi olmalıdır. Quranın buyurduğuna əsasən hər bir zamanada hadi var, hidayət edən var, hər bir dəstənin hidayət edəni var və əqidəmiz budur. O şəxs özü İmam Məhdi əleyhissalamdır. İmam Baqir əleyhissalamın özü də bu ayənin izahında belə buyurmuşdur. Peyğəmbər qorxudandır. Hər bir və likulli zamanin hadin, hər bir zamanada hidayət edən vardır ki, yəhdihim ilə ma ca'a bihi Nəbiyullah sallallahu aleyhi və aleyhi və səlləm hər bir zamananın hidayət edəni vardır ki, onları Allah tərəfindən Peyğəmbərin gətirdiyinə dəvət etsin, hidayət etsin. Bəli, bu günləri hidayət edən İmam Mehdi əleyhissalamdır. Sual oluna bilər, ayənin özündə bir hadidən söhbət gedir və o hədislər dediyinizə əsasən Həzrəti Əli əleyhissalam idi. Bəs ondan sonra imamlar deyirsiniz. İmamlar çoxdur. Bunun da cavabı budur. Ənbiya surəsi 73-cü ayəyə baxa bilərsiniz. Allah Taala Ənbiya surəsinin 73-cü ayəsində bizə xəbər verir ki, o imamlar kəlməsi ilə, baxın ayə belədir. Və cəalnəhum əimmətən yəhdunə bi əmrinə. Ənbiya 73. Biz onları əmrimizə hidayət edən imamlar qərar verdik. Bir imam kəlməsi yox. Əimmə. İmam bir, əimmə imamlar mənasında işlənir. Deməli, həmin o hədislərin özündən əlavə Quran bizə imamlar kəlməsindən danışır və Allahın o imamlar vasitəsilə əmrinə hidayət etməyindən xəbər verir. Bu günləri bizim Allahın əmrinə hidayət edən, bizləri çatdıran imamlar kimlərdir? Əimmətən yəhdunə, hidayət edirlər onlar, o imamlar. Bizim bugünkü günümüzdə hidayət edən imamlar kimlərdir? Rə'd surəsində
likulli qavmin hər bir dəstənin imamı vardır. Bugünkü günümüzdə imam kimdir? Ümumi olaraq ayələrdən bəhs açdıq və o imam Mehdi əleyhissalamdır. Əqidəmiz budur.